Müasir dövrdə rəqəmsallaşma həyatın bütün sahələrinə sürətlə nüfuz edərək insanların gündəlik vərdişlərini, seçimlərini və davranış modellərini köklü şəkildə dəyişməkdədir. Xüsusilə ticarət sektoru bu dəyişikliklərdən ən çox təsirlənən sahələrdən biridir. İnternetin və mobil texnologiyaların geniş yayılması ilə alış-veriş artıq yalnız fiziki məkanlarla məhdudlaşmır. Əksinə, zaman və məkan anlayışını aradan qaldıraraq daha çevik və rahat formaya keçir. Bu gün vətəndaşlar məhsul seçimi, qiymət müqayisəsi və sifariş prosesini qısa vaxt ərzində onlayn platformalar vasitəsilə həyata keçirməyə üstünlük verirlər. Onlayn ticarət istehlakçılar üçün rahatlıq, vaxt və maddi qənaət baxımından cəlbedici olsa da, bazarın ənənəvi iştirakçıları üçün yeni çağırışlar yaradır. Bəs onlayn alış-veriş yerli sahibkarlara necə təsir edir? Sağlam rəqabət necə yaradılmalıdır? Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Missiyazı açıqlamasında bildirib ki, onlayn alış-verişdə əsas üstünlük verilən məhsullar daha çox geyim, məişət və elektrotexnika avadanlıqlarıdır. Azərbaycanda elə istehsalçı yoxdur. Azərbaycanda yerli satıcılar var, offline satıcılar, yəni ənənəvi dükanlar var ki, onlara ziyan vurur, amma onlar da öyrəşməlidirlər yeni dünyaya, yeni həyata, yeni oyun qaydalarına. Onlayn alış-veriş vətəndaşa xeyirlidirsə, inkişaf etməlidir və genişlənməlidir. Çünki əsas hədəf vətəndaşın məmnuniyyətidir. Bu ənənəvi ticarətçilər də artıq buna belə ayaq uydurmalı, bununla rəqabət aparmağı bacarmalıdır. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.